Bugünkü dərsimiz uşaqlar oksidaşma reduksiya reaksiyalarıdır. Oksidaşma reduksiya reaksiyaları nə deməkdir? Birincisi oksidaşma dərəcəsini biləndən sonra oksidaşma reduksiya reaksiyalarına baxa bilərik. Kimyəvi reaksiyanın 4 tipi olduğunu keçmişik. Təbii ki, keçmişik ki, birinci birləşmə reaksiyasıdır, başqa birisi parçalanma, digəri əvəz etmə, digəri isə dəyişmə və ya mübadilə reaksiyalarıdır. Bunların üstündən tez keçəcəm, çünki bunları keçmişik. Birləşmə reaksiyası nə idi? 2 və daha artıq maddədən yeni bir maddə əmələ gəlirsə, bu birləşmə reaksiyasıdır. Başqa bir dənə də birləşmə yazıram. Məsələn, kalsium oksid üstəgəl karbon qazı alınır kalsium karbonat. 2 dənə parçalanma yazıram. Amoniakın parçalanması azot üstəgəl hidrogen. Bir dənə də başqa bir parçalanma nə yazaq? Yazım ki, dəmir 2 hidroksid parçalananda alınır. Dəmir 2 oksid və su. Əvəz etmə bilirik ki, hökmən bəsit və mürəkkəb maddə girib, hökmən yeni bir mürəkkəb və bəsit alınmalıdır. Amma yadınıza düşürmü, bu əvəz etməni keçmişdik ki, biz məsələn kalsium karbonat üstəgəl bu istisna yazaq da, silisium 4 oksid karbon qazını əvəz eləyir. Karbon qazı üstəgəl kalsium silikat. Bu keçilib də. Dəyişmə və ya mübadilə. 2 mürəkkəb maddə girib, yeni 2 mürəkkəb maddə əmələ gəlirsə, dəyişmə və ya mübadilə reaksiyasıdır. Məsələn, yazıram kalsium oksid üstəgəl xlorid turşusu alınır. Kalsium xlorid üstəgəl su. Başqa bir dəyişmə istisna yazıram. Metal hidridlərinin su ilə olan dəyişmə reaksiyalarına baxaq. Birincisi biz bunları keçmişik. Amma oksidaşma reduksiya reaksiyası ilə bağlılığı nədir? Oksidləşmə dərəcəsinin dəyişməsi baş verən reaksiyalara oksidaşma reduksiya reaksiyaları deyilir. Diqqətlə baxın. Hidrogen burada sıfırdır. Təbii ki, sərbəst yanında sıfır olmalıdır da. Sıfırdır. Amma birləşmələrdə hidrogen müsbət 1-dir. Metal hidridlərində və silan qazında hidrogen mənfi 1-ə bərabərdir. Yəni, oksidaşma dərəcəsi dəyişirsə, hökmən oksidaşma reduksiya reaksiyasıdır. Amma buna baxın. Oksigen mənfi 2-dir, mənfi 2-dir, mənfi 2-dir. Oksigen dəyişmir. Kalsium ekvivalentli metaldır, müsbət 2-dir, müsbət 2-dir. Kalsium da dəyişmir. Mənfi 4, əksinə müsbət 4. Mənfi 6 üstə gəl 2, mənfi 4, əksinə müsbət 4. Baxın, burada nə kalsium, nə karbon, nə də oksigen dəyişmədir. Demək ki, oksidaşma reduksiya reaksiyası deyilmiş. İndi keçirik parçalanmaya. N-lə H-ın yanaşı gələndə mənfi 3 olduğunu bilirsiniz. Hökmən sıfıra gəldi. Demək ki, oksidaşma dərəcəsi dəyişdimi? Hökmən oksidaşma reduksiya reaksiyasıdır. Amma bura fikir verin. Oksigen mənfi 2-dir. Burada da mənfi 2-dir. Burada da mənfi 2-dir. Hidrogen müsbət 1-dir. Hər yerdə, baxın, müsbət 1-dir. Amma dəmir ekvivalentli metaldır. Ona görə də müsbət 2 olur. Mənfi 2-dirmi? Əksinə yazarıq, müsbət 2-dir. Yəni, bu parçalanma reaksiyasında nə dəmir dəyişmədi, nə oksigen, nə hidrogen dəyişmədi. Belə çıxır ki, bu parçalanma reaksiyası oksidaşma reduksiya reaksiyası deyil. Ümumiyyətcə bir dənə yadda saxlayın ki, sıfır görsəz, sıfırı harda görsəz, hökmən və hökmən oksidləşmə reduksiya reaksiyasıdır. Niyə? Çünki burada hidrogen sıfırdırsa, sağ tərəfdə hidrogenin alınma ehtimalı qalmır axı. Başqa bir maddə alınacaq da. Başqa bir maddədə də o element sıfır olmayacaq, başqa bir oksidləşmə dərəcəsi olacaq. Yəni, sıfır harda varsa, həmin reaksiya hökmən oksidləşmə reduksiya reaksiyasıdır. Amma o demək deyil ki, sıfır olmazsa oksidləşmə reduksiya reaksiyası deyil. Yox. Sıfır olmayanlar da var ki, heç sıfır yoxdur orada. Amma həmin reaksiya oksidləşmə reduksiya reaksiyasıdır. Amma sıfır olanlar konkret oksidləşmə reduksiya reaksiyalarıdır. Buradan belə görürük ki, həm birləşmə reaksiyası, həm parçalanma reaksiyası, oksidləşmə reduksiya reaksiyaları ola da bilər, olmaya da bilər. İndi gəlir əvəz etmə reaksiyasına. Əvəz etmə reaksiyasında hökmən bəsit maddə iştirak elədiyinə görə, bütün əvəz etmələrdə bəsit və mürəkkəb var. Hökmən sıfırdan dəyişib gələcək də, dəmir sıfır idi və ekvivalentliyə gəldiyinə görə müsbət 2 eləyir. Yəni, əvəz etmə reaksiyalarında hökmən dərəcə dəyişdiyinə görə, oksidləşmə dərəcəsi dəyişdiyinə görə bu əvəz etmə reaksiyası oksidləşmə reduksiya reaksiyalarıdır. Bütün əvəz etmə reaksiyaları. Bütün əvəz etmə reaksiyaları oksidləşmə reduksiya reaksiyalarıdır, amma istisna reaksiyamız var da. Oksigen mənfi 2-dir, mənfi 2-dir, mənfi 2-dir, mənfi 2-dir. Kalsium ekvivalentli metaldır, müsbət 2-dir, burada da müsbət 2-dir. Karbona baxaq, mənfi 6 üstə gəl 2, mənfi 4, əksinə müsbət 4-dür. Burada karbona bax, mənfi 4, əksinə müsbət 4-dür. Silisiuma baxaq, mənfi 4, əksinə müsbət 4-dür.
-6 üstəgəl 2 -4, əksinə müsbət 4-dür. Yəni fikir verin, bütün əvəz etmə reaksiyalarının hamısı bir nəfər kimi, hamısı oksidaşmə reduksiya reaksiyasıdır. Amma istisna əvəz etmə reaksiyası, xüsusilə əzbərin düz 1-2 dənəsi də var. Yəni onlar sonrakı etapda keçəcək. Hal-hazırda bunu bilək. Yalnız bu oksidaşmə reduksiya reaksiyası deyil. Dəyişmə reaksiyalarının adı dəyişmədə olsa, adının tam olaraq əksinəsidir. Yəni heç vaxt dəyişmə reaksiyalarında oksidləşmə dərəcəsi dəyişmir. Ona görə də dəyişmə reaksiyaları heç vaxt, və burada yazıram ki, heç vaxt oksidləşmə reduksiya reaksiyaları olmur. Amma istisna dəyişmə reaksiyaları oksidləşmə reduksiya reaksiyasıdır. Niyə? Çünki gözümüzdən sıfırı görürük. Demək ki, oksidləşmə reduksiya reaksiyaları nə oldu? Qısaca anlam verək, özət gətirək. Oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara oksidləşmə reduksiya reaksiyaları deyilir. Birləşmə və parçalanma reaksiyaları hökmən oksidləşmə reduksiya reaksiyalarıdır. Deyil, yəni hökmən oksidləşmə reduksiya reaksiyası deyil. Birləşmə və parçalanma reaksiyaları oksidləşmə reduksiya reaksiyaları ola da bilər, olmaya da bilər. Əvəz etmə reaksiyaları hökmən hamısı bir nəfər kimi oksidləşmə reduksiya reaksiyasıdır. Yalnız istisna əvəz etmə reaksiyamız oksidləşmə reduksiya reaksiyası deyil, çünki dərəcə dəyişmir. Dəyişmə və mübadilə reaksiyaları adından fərqli olaraq heç vaxt dərəcə dəyişmir. Ona görə də adı dəyişmədə olsa, özləri oksidləşmə reduksiya reaksiyaları deyil, çünki dərəcə dəyişmir. Amma metal hidridlərinin su ilə olan dəyişmə reaksiyası hökmən oksidləşmə reduksiya reaksiyasıdır. Əgər sıfırı görürsünüzsə, həmin reaksiya hökmən oksidləşmə reduksiya reaksiyasıdır. Biz bunları biləndən sonra oksidləşmə reduksiya reaksiyalarını rahatlıqla əmsallaşdıra bilərik. Məsələn, deyək ki, qabağımıza çıxıb ki, mis üstəgəl nitrat turşusu alınır, mis 2 nitrat üstəgəl NO üstəgəl su. Bizə deyir, bu reaksiyanı əmsallaşdır. Bunun üçün balans yaratmalıyıq. Balans nədir? Balansa oksidləşmə dərəcəsi dəyişən atomlar yazılır. Yəni, mis sıfırdır, 2 valentlidir. Təbii ki, müsbət 2-yə gəlməlidir də. Mis sıfırdan mis müsbət 2-yə gəlir. Fərqi hökmən tapmalıyıq, ha. 0 çıx 2 eləyir -2. Bunu bildik, -2. Oksigen -2-dir, 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 -2-dir. Hidrogen müsbət 1-dir, müsbət 1-dir. Vəsə, hidrogen dəyişməyib. Dəyişməyən nə ölməyib ki, balansda? Balansa ancaq oksidləşmə dərəcəsi dəyişən atomlar yazılır. Gələk azota baxaq. -6 üstəgəl 1, -5, əksinə müsbət 5. Azot müsbət 5-dən, bax fikir verin, bu NO3-dür, bu da NO3-dür də, eynidir də, bunun buynuzu yoxdur ki, eyni şey köçürürük də. Burada -2-dir, buraya yazaq müsbət 2-dir. Azot müsbət 5-dən dəyişdi, bu tərəfə müsbət 2-yə gəldi. Durub buradan bura gələ bilməz ha, oxun bir üzündən o bir üzünə gəlməlidir. Fərqi tapaq, 5 çıx 2 eləyir müsbət 3. Əgər indeks olsaydı vurardıq, yoxdur burada. İndi nəyə vuracağıq, necə eləyəcəyik, birazdan izah eləyəcəm. Təbii ki, biz əmsal olaraq mənfi müsbət yaza bilmərik axı. Bu 2-ni yazıram bura, bu 3-ü də yazıram bura. İxtisar getsə aparıram, amma getməsə aparmıram. Ən son işim bunların yerini dəyişmək olur. 3-ü verirəm misin qabağına. 3 dənə mis var. Burada da 3 dənə mis var. Dəyişən misin qabağına yazıram, ha. Bu da 0-dır, bu da müsbət 2-dir. İkisi də bir-birindən fərqlidir. İkisini də qabağına yazıram, bərabərləşdirirəm. 2-ni verirəm azota. Hansı azota? Müsbət 5-dir. Müsbət 5-dir. Müsbət 2-dir. Demək ki, dəyişən azot buymuş. Yazdıq bura. Ən axırda oksigen, ondan qabaq hidrogen sayırıq. Ən axırda, ha. Biz misi azotu yazandan sonra nəyimiz qalır? Hidrogenə baxmalıyıq da. Bax, misi azotu yazdım. Misi yazdım 3 dənə mis. Azotu yazdım 2 dənə azot. Dəyişənin qabağına. İndi solda da azotu bərabərləşdirməliyəm də. 2 vur 3. 6 azot. Üstəgəl bu 2. 8 azot. Burada da 8 azot olmalıdır. 8 hidrogen var. Burada da 8 hidrogen olmalıdır. Ən axırda oksigenlərimizi sayırıq. Əgər oksigenim düz gəlirsə, demək ki, düz eləmişik. Səhv gəlsə, demək ki, səhv eləmişik. Deyirəm, oxdan solda 24 oksigen var. Gəl bu tərəfə baxaq. 6 vur 3, 18. Üstəgəl 2, 20. Üstəgəl 4. 24 dənə oksigen var. Demək ki, düz eləmişik. Ən axırda oksigenim düz gəlsə, deməli düz elinib. Bir də baxın. Oksidləşmə reduksiya reaksiyası nə oldu? Oksidləşmə dərəcəsinin dəyişməsi baş verdi. Bu reaksiyaları necə əmsallaşdırırıq? Elektron balansı yaradılır. Elektron balansına oksidləşmə dərəcəsi dəyişən atomlar yazılır. Mis dəyişdi, azot dəyişdi.
Fərq tapılaraq ortaya yazılır. Kənarda mənfi müsbətsiz yazılır. İxtisar getsə aparılır, getməsə aparılmır. Ən son işimiz onları çarpaz yazmaqdır. 3 dənə mis var. Fərqli misin qabağına yazırıq. 3 mis, burada da 3 mis. 2 azot var, fərqli azota. Müsbət 5-dir, müsbət 5-dir, fərqli azota yazdıq. İndi azotlarımızı tapaq. 6 üstə gəlir ki 8 azot, burada yazırıq 8 azot. Sonra hidrogen, 8 hidrogen var. Burada da 8 hidrogen, 4 yazırıq bura ki 8 hidrogen eləsin. Ən axırıncı işimiz oksigen işinə baxmaqdır. Oksigenim düz gəlibsə, demək ki, bu reaksiyanı düzgün aparmışıq. İndi bir də bir şey deyim. Məsələn, bizə deyir ki, reagentlərin əmsalları cəmini tapın. Bunları yazandan sonra nə var ki, bunu nənəz edə bilər də. Oxdan sol tərəfdə olanlar reagentdir də. Reagentlərin əmsalları cəmi neçədir? 3 üstə gəl 8, eləyir 11. Məhsulların əmsalları cəmi neçədir? 3 üstə gəl 2, üstə gəl 4. Eləyir 6, 5, o da 4, 9. Ümumi desə 9 ilə 11-i cəmləyirik. Və yaxud reaksiyanın yazın əmsallaşdırın, suyun əmsalını tapın. Su budur da təbii ki. Suyun əmsalı 4-ə bərabərdir. İndi bizə deyir ki, oksidləşdiricinin nə qədərdir, reduks edicinin nə qədərdir, nə bilim, başqa tip suallar verir. Hamısına baxaq. Birincisi, iki qayda ilə deyirəm. Hansı sizin yadınızda qalarsa, onu da eləyin. Ortada çıx olmaq o deməkdir ki, ortada çıx. İkisini verdi. Vermək də biz keçmişik ki, reduks edicidir də. Əgər burada vermə hadisəsi baş veribsə, bu vermədir. Deməli, vermə reduks edici deməkdir də. Mis burada reduks edicidir. Və misin dəyişib gəldiyi yer, mis burada oksidləşir. Axı demişdir, reduks edici atom oksidləşir. Fikir verin, reduks edici nə deməkdir? Elektron verən deməkdir. Oksidləşdirici nədir? Alan deməkdir. Ortada mənfidirsə, yəni verib deməkdir. Təbii ki, mən iyondan danışmıram. İyon başqa bir şeydir. İyonda üstündə mənfi olanda mənfi nə idi? Almaq deməkdir. Müsbət nə idi? Müsbət vermək deməkdir. Bu almaq deməkdir, yəni elektron almaq. Biz iyondan danışmırıq ki, elə belə ortada mənfi 2-dirsə, ortada, yəni bu ikisini verib, amma ortada, amma ortada müsbət 3-dür, ortada müsbətdirsə, deməli bu alıb deməkdir. Almaq nə deməkdir? Oksidləşdirici, sol tərəfdəkilər C'lər olur. Oksidləşdiricinin gəldiyi yer reduksiya olunur. Bu bizim elmi düşüncəmizdir. İndi gəlin əzbərçilik edək. Oksidləşmə dərəcəsi əgər çoxdan aza gəlibsə, bax çox elə dodağınızın istiqamətində deyəs demək ki, bu oksidləşdiricidir. Gəldiyi yer reduksiya olunur. Amma əksinəsini deyim də, azdan çoxa gəlirsə, azdan çoxa, burada yoxdur ki, bu reduks edicidir. Gəldiyi yer oksidləşir. Fikir verin. Deyirəm, bu müsbət 5 idi, müsbət 2-yə gəldi. Çoxdan aza çox bax, dodaq istiqamətində oksidləşdiricidir. Gəldiyi yer reduksiya olunur. Amma oksidləşmə dərəcəsi azdan çoxa gəlirsə, bu reduks edicidir. Gəldiyi yer oksidləşir və yaxud da ortada mənfidirsə verən reduks edicidir, ortada müsbətsə alıb oksidləşdiricidir. Nə cür istəyirsiniz yadınızda saxlayın. Əsas odur ki, mən bilmirəm, hamısını əzbər soruşacağam bunları. Bu belə. Başqa nə idi? Bizə deyir ki, oksidləşdiricinin əmsalını tapın. Mən də deyirəm ki, oksidləşdirici azotdur. Baxırsan, azot burada da var 8-dir, burada da var 3-dür, burada da var 2-dir. Yaxşı, mən hansını götürüm? C'lərin əmsalları oxdan solda olur. Oksidləşdirici azotdursa, yəni soldakı azot, müsbət 5 azotun əmsalını istəyirəm. Soldakı müsbət 5 olan azotun əmsalı. Yəni oksidləşdiricinin əmsalı neçədir? 8. Bəs reduksiya olunanın əmsalı neçədir? Mən də deyirəm ki, oksidləşdiricinin dəyişib gəldiyi yer reduksiya olunur da. Yəni azot müsbət 2-yə gəlib. Azot dəyişib buradan gəlib müsbət 2-yə. Yəni reduksiya olunan nə odur da? Reduksiya olunanın əmsalı neçədir? 2. Bax, bu reduksiya olunub. Desəm ki, oksidləşdiricinin neçə faizi reduksiya olunub? 8 oksidləşdiricidən 8-dən azot var da burada. 2-dən azot reduksiya olunub da 8-dən ikisi reduksiya olunub. Yəni bu neçə faizdir? Əlbəttə ki, 25 faizdir. Yəni 8 azotun 25 faizi reduksiya olunub. 8-dən təbii ki, 25 faizi reduksiya olunanda yerdə 75 faiz qalır da. 75 faiz də bu duzun içindədir. Bax, 75 faizi duzun əmələ gəlməsinə sərf olunub. Necə? 8 azotdan 2 vur 3.
6 dənəsi duzun içindədir. 6-8-in neçə faizini təşkil eləyir? Əlbəttə ki, 75 faizini. İndi bizə deyir ki, reduksiyecinin əmsalını tap. Reduksiyeci nə idi? Verən idi və yaxud azdan çoxa gələndir. C-nin əmsalı da soldadır. Reduksiyeci soldakı misli. C-lər ancaq solda olur. Reduksiyecinin əmsalı 3-dür. Reduksiyedicinin dəyişib gəldiyi yer oksidləşir. Oksidləşən misin əmsalı neçədir? 3. Reduksiyeci 3-dür. 3-ü də oksidləşir. Belə çıxır ki, reduksiyecinin 100% də oksidləşir. Nəyi bilməsə, sual verin, direktdə yazın, qruplara atın. Hökmən mən bilim, elə başınızı salıb mən bildim deyə bir şey yoxdur. Hamısı məndən nöqtə vergülünə qədər əzbər soruşun. Bilmədiyinizi, başa düşmədiyinizi. Burada başqa nədir? Bir də sizə bir şey deyim ki, reduksiyecinin verdiyi elektronların sayı oksidləşdiricinin aldığı elektronların sayına bərabər olur. Bu nə deməkdir? Məsələn, reduksiyeci 5 elektron verdisə, oksidləşdirici hökmən 5-ini almalıdır ha. Reduksiyeci 5-in verdisə, oksidləşdirici necə 6-sını ala bilər? Necə 2-sini ala bilər? Bu nəyi veribsə, o da onu alır da. Gəl proba görə düzləyirəmmi? Bəlkə sizə salladıram. Deyirəm ki, reduksiyecinin verdiyi elektron sayı neçədir? Deyirəm, reduksiyeci nə deməkdir? Azdan çoxa gələn. Belədir və yaxud ortada mənfi olan. Azdan çoxa gələn reduksiyecidir. Bir dənə reduksiyeci neçə elektron verib? Baxıram ki, bir dənə reduksiyeci 2 elektron verib. Amma bu reaksiyada 3 dənə reduksiyeci var. Bir dənəsi 2 elektron verib. 3 dənə reduksiyeci neçə elektron verib? 3 dənə reduksiyeci 6 elektron vermə var bu reaksiyada. Deməli, bu reaksiyada 6 elektron vermə var. Demək ki, oksidləşdiricinin aldığı elektron da 6 olmalıdır da. Görüm düzləyirəmmi? Oksidləşdirici çoxdan aza gələndir. Bir dənə oksidləşdirici 3-ünü alıb, bir dənəsi 3-ünü alıb. İndi sən demə ha ki, bəs 8 dənəsi neçəsini alıb? Yox. Dəyişən yerə bax, dəyişib gəldiyi yerə bax. Axı, oksidləşdiricinin hamısı reduksiya olunmayıb ki, yarısı duzun içindədir də. Bir dənə azot 3-ünü alıb, bir dənəsi. Bəs burada fərqlənən budur axı, 2 dənə azot neçəsini alar? 6 dənəsini alar. Burada heç bir fərqlənmə yoxdur. Alma, vermə burada yoxdur. Deməli, vermə almaya bərabərdir. İndi gəlin bir dənə də misal yazaq. O indeksində olanlarla bağlı birində yazaq. Məsələn, verirəm ki, barium üstəgəl nitrat turşusu alınır. Barium nitrat üstəgəl N2O üstəgəl su. Barium burada sıfırdan, barium ekvivalentli metaldır. Əlbəttə ki, müsbət 2-yə gələr də. Sıfırdan müsbət 2-yə. 0 çıx müsbət 2 eləyir. Barium mənfi 2. Azota baxın. Azotu hesablayın. Özünüz hesablayın. Müsbət 5-dir. NO3-də burada da müsbət 5-dir. Gəl bunu tapaq. Mənfi 2 olduğuna görə bura müsbət 2 olmalı deyə müsbət 1 yazaq. Azot müsbət 1-ə gəlib. 5 çıx 1 eləyir müsbət 4. Amma bir dənə azot üçün müsbət 4 deyir. Burada 2 dənə azot var axı. 2 dənə azot var. 2 dənə azot üçün müsbət 8 eləyəcək. Buraya yazıram 2, buraya yazıram 2. Buraya yazıram 8. İxtisar getsə apar, getməsə aparma. 4-ü yaz yuxarı, 1-i yazın aşağı. 4 dənə barium var. Deyirəm ki, 4 dənə barium. 4 barium, burada da 4 barium. Azotun qabağına 1 verməliyəm. Müsbət 5-dir, müsbət 5-dir. Bunun qabağına yox, fərqlənənin qabağına 1 yazırıq. İndi azotu düzəldək. 2 vur 4, 8 azot. Üstə gəl 2, 10 azot var. Burada da yazacağım 10 azot. 10 da hidrogen var. Burada da 10 dənə hidrogen olmalı. Ən axırıncı oksigendir. 30 oksigen var. 6 vur 4, 24. Üstə gəl 1, 25. Üstə gəl 5, 30. Oksidləşdiricinin əmsalı neçədir? C-lərin əmsalları soldadır. Oksidləşdirici çoxdan aza gələn buradakı azot. Oxdan soldakı oksidləşdiricinin əmsalı 10-dur. Reduksiyeci azdan çoxa gələndir və yaxud ortada mənfi olandır. Verən deməkdir də. Reduksiyecinin əmsalı 4-dür. Oksidləşənin əmsalı neçədir? Reduksiyecinin dəyişib gəldiyi yer oksidləşir. Yəni 4 dənə barium reduksiyecidir. Elə 4-ü də oksidləşib. Belə çıxır ki, reduksiyecinin 100% də oksidləşir. Gələk buna baxaq. Oksidləşdiricinin neçə faizi reduksiya olur? Məsələn, deyir, və yaxud reduksiya olunanın əmsalı neçədir? Deyirəm, oksidləşdirici 10-dur. Amma bunun dəyişib gəldiyi yer, bura dəyişib gəlir də, bu reduksiya olunur. Reduksiya olunan maddə N2O-dur. Desəm ki, reduksiya olunan maddənin əmsalı neçədir? 1-dir, 1. Amma reduksiya olunan azot atomu neçə dənədir? 2 dənə. Oksidləşdirici 10 idi.
İkisi reduksiya olundu. Onundan ikisi 20% reduksiya olunub. Yerdə qaldı 80%. Bax, 8 dənəsə duzun içindədir. 80% isə duzun əmələ gəlməsinə sərf olunur. Biz birinci dərsi keçək, sonra bunlara uyğun bir mix sualı var. Çox maraqlı sualdır. O mix sualını verəcəm. Baxaq, maraqlı sualdır. Bu da belə. İndi bunları əslində testlərdə işlədikcə uşaqlar, testlər o qədər çoxdur ki, belə sizə çətin gələ bilər, uzun gələ bilər. O qədər biz dərsdə bunları işləyəcəyik ki, sizin bilmədiyiniz bir şey olmayacaq. Bunları əzbər biləsiniz. İndi biz keçək oksidaşma reduksiya reaksiyasının tiplərinə. Oksidaşma dərəcəsi, deməli oksidaşma reduksiya reaksiyasının 4 tipi var. Biri var kimyəvi reaksiyaların tipləri, birləşmə, parçalanma, əvəz etmə, dəyişmə. Bir də var oksidaşma reduksiya reaksiyasının tipləri. Oksidaşma reduksiya reaksiyasının 4 tipi var. İkisi bir-birinə oxşayır, digər ikisi bir-birinə oxşayır. Fərqləri nədir deyəcəyik. Bax, 1. Molekul daxili. 2. Molekul arası. 3. Öz-özünə və ya disproporsiya. 4. Əks öz-özünə və ya konmutasiya. Bunları əzbər bilmək lazımdır. Oksidaşma reduksiyasının 4 tipi var. Molekul daxili və molekul arası bir-birinə oxşayır. Fərqlərini deyəcəm. Öz-özünə və əks öz-özünə də bir-birinə oxşayır. Öz-özünə və əks öz-özünə. Və məsələn yazıram, su parçalanır, alınır hidrogen üstəgəl oksigen. Bir də bunun əksinəsini yazım. Hidrogen üstəgəl oksigen alınır su və yaxud yazım dəmir üstəgəl H xlor alınır, dəmirlə xlor birləşir, dəmir 2 xlorid və hidrogen. Fikir verin molekul daxilində. Hidrogen müsbət 1, hidrogen 0-a gəldi. Oksigen mənfi 2-dir, oksigen 0-a gəldi. İndi buna da baxıb sonra fərqini deyək, oxşarlığını deyək. Hidrogen 0-dır, hidrogen müsbət 1-ə gəldi. 0-dır, mənfi 2-yə gəldi. Və yaxud dəmir 0-dan 2 valentlidir, müsbət 2-yə gəlib. Hidrogen müsbət 1-dir, 0-a gəldi. Nə demək istəyirəm? Baxın, molekul daxilində hidrogen çoxdan aza, hidrogen oksidləşdiricidir. Okci yazıram. Oksigen azdan çoxa reduks edicidir. Burada da bax 0-dan müsbət 1-ə azdan çoxa bu reduks edicidir. Oksigen çoxdan aza gəlib, bu oksidləşdiricidir. Və yaxud burada dəmir 0-dan azdan çoxa gəlib, reduks edicidir. Hidrogen isə çoxdan aza gəlib, oksidləşdiricidir. Mən nəyi demək istəyirəm bunlarda? Molekul daxilində və molekullar arasında fikir verin. Oksidləşdirici və reduks edici müxtəlif element atomlardır. Bax, hidrogen, oksigen, hidrogen, oksigen, dəmir, hidrogen. Hər ikisində də oksidləşdirici və reduks edici müxtəlif element atomlardır. Amma molekul daxilində bir birləşmənin daxilindən çıxıb dəyişir. Amma molekullar arasında başqa-başqa molekulların tərkibindən çıxıb dəyişir. Fikir verin, dəmir buradadır, H xlor buradadır. Yəni molekul daxili oksidləşmə reduksiya reaksiyalarında oksidləşdirici və reduks edici reaksiyalar, oksidləşdirici və reduks edici atomlar müxtəlif element atomları olub bir birləşmənin daxilindən çıxır. Molekullar arasında da oksidləşdirici və reduks edici eyni element atomları, müxtəlif element atomlarıdır və başqa-başqa molekullardan çıxdığına görə bunlara molekullar arası oksidləşmə, reduksiya reaksiyaları deyilir. İndi biz öz-özünəyə keçirik. İndi isə digər tipə baxaq. Baxın, yenə dediyim ki, molekul daxili və molekullar arasında oksidləşdirici və reduks edici müxtəlif element atomlardır. Molekul daxilində bir birləşmənin daxilindən çıxıb, molekullar arasında isə başqa-başqa birləşmələrin tərkibindən çıxır. İndi gələk öz-özünəyə. Adında öz-özünə sözü varsa, bu da əks öz-özünədə də adında öz-özünə sözü varsa, burada eyni element özü-özünü oksidləşdirir, həm də reduks edir. Yəni, bu deməkdir ki, öz-özünə və əks öz-özünə oksidləşmə reduksiya reaksiyalarında oksidləşdiricidə, reduks edicidə eyni element atomlarıdır. Və burada fərqli element atomlarıdır. Amma öz-özünə və əks öz-özünə də eyni element atomlardır. Bəs bunların fərqi nədir bir-birindən? Məsələn, yazıram, xlor üstəgəl kalium hidroksid. Alınır kalium xlor, deyək ki, temperaturda aparıram. Kalium xlorat üstəgəl su. Birində yazıram ki, H2S üstəgəl SO2. Alınır S üstəgəl su. Bu öz-özünədir, bu əks öz-özünə. Hardan bilirik? Reaksiyanı əzbərləmirik. Deyirəm, kalium müsbət 1-dir, burada da müsbət 1, burada da müsbət 1.
Lap yazım istəyir üstündən. Kalium müsbət 1-dir. Oksigen mənfi 2-dir, hər yerdə mənfi 2-dir. Hidrogen müsbət 1-dir, hər yerdə müsbət 1-dir. Xlor 0-dır, burada müsbət 1-dir, bura mənfi 1-ə gəlib. Mənfi 6 üstə gəl 1, mənfi 5, müsbət 5-ə gəlib. Həm də oxun bir üzündən o bir üzünə dəyişə bilər ha. Buradan bura gələ bilməz. Deyirəm ki, xlor 0-dan xlor mənfi 1-ə gəlib. Bir dəfə buradan bura gəldi. 0 çıx mənfi 1 eləyir müsbət 1. Amma 2 dənə xlor olduğuna görə müsbət 1 yox, müsbət 2 yazacağam. Burada da yazıram 2. Bir dəfə də xlor buradan bura gəldisə, yenə oxun bu üzündən bu üzünə gələcək. Xlor 0-dan xlor müsbət 5-ə. 0 çıx 5 mənfi 5. Amma 2 dənə xlordan. Ona görə mənfi 10. Bura yazıram 10. Bu 1, bu 5. 5, 1. 5-i verək xlora. Hansı xlora? Dəyişən xlora. Fikir verin, oxdan sol tərəfdəkilər eynidir. 0-da 0-dır. Eynilərə vermə. Sağlara ver. Yəni, xlor mənfi 1-in qabağına yaz 5. Xlor mənfi 1-in qabağına yazıram 5. Xlor müsbət 5-in qabağına yazıram 1. Müsbət 5-in qabağına yazıram 1. 0-ın qabağına yazmıram. Eynilərin qabağına yox. Dəyişib gəldiyi yerlərə yazacağıq. İndi 5 dənə kalium var. Yox 5 kalium yox. 5 kalium, bu da 1 kalium. 6 kalium var, burada da 6 kalium. Xlora bax 5, bu da 1. 6 xlor var, bu da 6 xlordur. 6 dənə hidrogen var, burada da 6 dənə hidrogen olsun. Oksigen görüm düzdürmü? 6, 3, bu da 3. 6 bərabərdir. Deməli nəyi demək istəyirəm? Burada bax 0-da çoxdan aza, bu oksidləşdiricidir. Bu azdan müsbət neçə gəlib? 5-ə, çoxa. Bu reduks edicidir. Yəni demək istəyirəm ki, reduks edici və oksidləşdirici eyni element atomlardır. Burada da xlordur, burada da xlordur. Eyni element atomlardır və eyni oksidləşmə dərəcələrindən müxtəlifinə dəyişib gəlir. İndi əks özünə baxaq. Hidrogen müsbət 1-dir, burada da müsbət 1-dir. Oksigen mənfi 2-dir, burada da mənfi 2-dir. Hidrogen müsbət 1 olanda bu müsbət 2-dir, bu da mənfi 2 yazarıq da. Burada mənfi 4-dür, burada müsbət 4 yazarıq, burada da 0. Oxun bir üzündən o bir üzünə gəlir. Bu kənarda yazıram kükürt, mənfi 2-dən daha durub bura gəlmir, o birisi üzünə gəlir. 0-a gəlir. Mənfi 2 çıx 0, eləyir mənfi 2. Bura yazıram 2. Kükürt müsbət 4-dən 0-a gəlib. Kükürt müsbət 4-dən, kükürt 0-a gəlib. 4 çıx 0. Eləyir müsbət 4. Bura yazıram 4. 1, 2. 2, 1. 2-ni veririk, bax. Sağ tərəflər 0-dır, eynidir. Buna yazmıram. Soldakı fərqliyə. Mənfi 2-nin qabağına yazacağam 2. Mənfi 2-nin qabağına yazıram 2. Kükürt solda müsbət 4-dür. Müsbət 4-ün qabağına yazıram 1. Əslində 1 yazılmır əmsal. Yəni yazılmamaq elə 1 deməkdir. 4 hidrogen var. Burada da 4 hidrogen. 2 kükürt, bu da 1 kükürt. 3 kükürt. Oksigen 2 dənə, burada da 2 dənə. Все düzəldi. Fikir verin, burada da yalnız kükürtlər dəyişir də. Həm oksidləşdirici, həm reduks edici kükürtdür. Eyni element atomudur. Burada da eyni element atomudur. Adında öz-özünə və əks öz-özünə sözü varsa, oksidləşdirici və reduks edici eyni element atomlar sayılır. Amma öz-özünə də eyni oksidləşmə dərəcəsindən müxtəlifinə gəlir. Əks öz-özünə də bu cümlənin əksinəsi müxtəlif oksidləşmə dərəcələrindən eynisinə dəyişib gəlib. Mənfi 2-dən 0-a, müsbət 4-dən 0-a dəyişib gəlir. İndi o miqdə olan sualı bir dənə baxım görüm hardadır. Ona baxaq. Bir də 1-2 dənə də başqa misallar. İndi uşaqlar, fərqli bir şeyə baxaq. Fərqli bir şey dediyim nədir? Bax, fikir versinizmi ki, bayaqdan 2 elementin oksidləşmə dərəcəsi dəyişirdi də. Biri o birisinə verirdi, reduks ediciydi, biri oksidləşdirici idi. Amma elə reaksiyalarda var ki, orada 3 elementin oksidləşmə reduksiya reaksiyası dəyişir. Həmin tiplərin xüsusi bir adı olmur. Məsələn, molekul daxilini bildiyi nədir? Molekul arasını bildiyi, öz-özünəni bildiyi, əks özünəni bildiyi. Yaxşı, bəs 3 dənəsi dəyişərsə onun adı nədir? Onun adı yoxdur. Oksidləşmə reduksiya reaksiyasının xüsusi halıdır. Məsələn, bax, xüsusi hal dediyimə baxaq. Məsələn, piritdə, bax, pirit, üstəgəl oksigen alınır. Dəmirin 3 valentli oksidi, üstəgəl SO2. İndi görün nə deyirəm. Dəmir burada 2 valentlidir. Dəmir müsbət 2-dən, dəmir 3 valentliyə gəldi də, müsbət 3-ə gəldi. Deyirəm, dəmir müsbət 2-dən, dəmir müsbət 3-ə gəldi. 2 çıx 3 eləyir mənfi 1. Bir dənə dəmirdən yazıram bura mənfi 1. Burada yazıram 1 hələ ki. İndi bu müsbət 2-dirsə,
Burada kükürt -2 eləməlidir də, -1 yazarıq. Bu demək deyil ha, kükürt bivalentlidir. Kükürt heç vaxt bivalentli olmur. Dəmir S-də də, dəmir S2-də də hər ikisi ikivalentlidir. Kükürt bivalentli olmur, amma oksidaşma dərəcəsi fərqlidir. Bura baxın, -4, bu da əksinə -4. Yəni S -1-dən S -4-ə gəlir. -1 çıx 4 eləyir -5. Amma 2 dənə kükürddən dəyişdiyinə görə -10 yazıram. Burada yazıram 10. Bir də baxın oksigenə. Oksigen 0-dan oksigen -2-yə gəlib. Ürəyin istəyir buradakına bax, ürəyin istəyir buradakına, heç bir fərqi yoxdur. -2 çıx 2, yox, daha doğrusu 0 çıx -2 eləyir -2. Amma 2 dənə oksigendən dəyişib gəlir deyə. Bir dənə oksigen üçün -2-dir. 2 dənə oksigen üçün -4. Burada da yazıram 4. İndi mən nə edirəm? 2 dənə olsa çarpazı yazırdıq. Burada nə edirəm? Fikir verin. Bu mənfilər nə deməkdir? Verdi deməkdir də. 2 dənəsi verənlərdir. Yəni reduksiya edicilərdir. Amma bir dənəsi alandır. Yəni bu oksidaşdırıcıdır. Deməli, ikisi reduksiya edicidirsə, bu reduksiya ediciləri bir cəmli eləsin 11. Bu da qaldı 4. Ola bilərdi 2 dənəsi oksidaşdırıcı, bir dənə reduksiya edici olsun. Oksidaşdırıcıları bir cəmləyərdim. İxtisar getmir ki, aparım. Nə edəcəm? 4-ü verirəm belə, 11-i verirəm bura. 4-ü verirəm dəmirlə S olanın qabağına. Dəmirlə S olan qabağına 4. 11-i verirəm oksigenin qabağına. Dəyişən oksigenin təbii ki. Burada -2-dir, burada -2-dir. Baxın, dəyişkən budur. Dəyişkən oksigenin qabağına verəcəyik. İndi düzəldək. 4 dənə dəmir var. Burada da 4 dənə dəmir eləsin. 8 dənə S var. Burada da 8 dənə S eləsin. Ən axırda görüm oksigenlərim düzdürmü? 22 dənədir. 6, üstəgəl 16. Demək ki, 22. Demək ki, düz tapdıq. Bu oksidaşma reduksiya reaksiyasının xüsusi halıdır. Bunun yəni fərqli bir adı yoxdur. İndi biz baxırıq. Bir dəqiqə. Başqa bir tipə. Məsələn, verilir ki, baxın. Kalium xlor O3 üstəgəl H xlor alınır. Kalium xloru, üzr istəyirəm, burada heç nə olmur. Başım gedir uşaqlar. Kalium xlorid deməli üstəgəl nə alınır buradan? Burada kalium xlor O3 üstəgəl H xlor, xlorun laboratoriyada alınma reaksiyası. Xlor üstəgəl su. Bizə deyir bunu yazın, əmsallaşdırın. Biz də deyirik ki, kalium təbii ki, bir valentli metaldır, hər yerdə -1-dir. Oksigen əksər birləşmələrdə -2 olduğunu bilirik. Hidrogenin də -1 olduğunu bilirik. Bizə qalan xlorlar olacaq. Deyirəm -6 üstəgəl 1, -5, -5. Xlor burada -1-dir. Xlor burada -1 isə bu -1-dir. Burada da 0. İndi deyir ki, xlor görəsən nədən nəyə dəyişib gəlir? Birincidən, bu birincidən, -5-dən bu birinciyə dəyişib gəlir. Bu birincidən bu birinciyə. Yəni xlor -5-dən xlor -1-ə. 5 çıx -1 eləyir -6. Xlor bu ikincidən bu ikinciyə dəyişib gəlir. Xlor -1-dən xlor 0-a dəyişib gəlir. Deyirəm -1-dən 0-a fərq neçə eləyir? -1. Amma 2 dənə xlor olduğuna görə -2 yazacağıq. Deməli bura 2, bura 6. Bura 1, bura 3. 3, bu da 1. 1-i verəcəyik hansının qabağına? Bir də indi fikir verək. -5-dən -1-ə dəyişib gələnin qabağına hər halda 1 verərik də. Bax, -5-dən -1 dəyişib gələn qabağına, xlorun qabağına 1. 1-i yazdım. Bir dənə kalium varmı? Burada da bir dənə kalium olsun. İndi -1-dən dəyişib 0-ın qabağına yazmalıyam 3. Yəni bu xlorun qabağına da düşəcək 3. Xlora baxın 1, bu da 6. 7 xlor var. 1-i burada, bu da 6. Olsun 7 xlor. 6 hidrogen var, 6 hidrogen. 3 oksigen var, все düzəldi. İndi deyəsiz ki, bəs bu oksidaşma reduksiya reaksiyasının hansı tipidir? Belə baxırsınız ki, oksidləşdirici və reduksiya edici eyni element atomlardır. İndi deyirsiniz ki, biz axı bayaq qeyddə dedik ki, oksidləşdirici və reduksiya edici eyni element atomu olanda ya öz-özünə olmalıdır, ya əks öz-özünə olmalıdır. Amma bunlar heç biri deyil. Səbəb nədir? Öz-özünədə də, əks öz-özünədə də düzdür. Bunun kimi oksidləşdirici və reduksiya edici eyni element atomları olub. Öz-özünədə eyni oksidləşmə dərəcəsindən müxtəlifinə gəlir. Yəni, məsələn, 0-dan -1-ə, 0-dan məsəl üçün başqa bir şeyə. Əks öz-özünədə də oksidləşdirici və reduksiya edici eyni element atomları olur. Amma müxtəlifdən eyniyə gəlib. Görün, burada hansı var?
Deyirəm müsbət 5-dən -1-ə, -1-dən 0-a. Burada durub eynidən bir müxtəlifə gəlmədi ki, və yaxud müxtəlifdən durub eyniyə gəlmədi ki. Belə çıxır ki, bu oksidaşma reduksiya reaksiyasının nə öz-özünə, nə də əks öz-özünə tipi deyil. Yaxşı, bəs bu hansı tipidir? Deyirəm ki, xlor müsbət 5 bu birləşmənin tərkibindədir. Xlor -1 bu birləşmənin tərkibindədir. Deməli, başqa-başqa molekulların tərkibindədirsə, bu molekullar arası oksidləşmə reduksiya reaksiyasındadır. Təbii ki, molekullar arası oksidləşmə reduksiya reaksiyalarında bayaq qeyd elədik ki, oksidləşdirici və reduks edici müxtəlif element atomları olur molekullar arasında, amma bunda ikisində də eynidir. Yəni istisna halı odur ki, bu molekullar arasıdır. Oksidləşdirici və reduks edici eyni element atomları olsa da nə öz-özünə deyil, yəni eynidən müxtəlifə dəyişməyib, nə də əks öz-özünə deyil, müxtəlifdən eynisinə gəlməyib. Bunun adına nə deyək? Bir xlor buradan çıxır, bir xlor buradan çıxır, başqa-başqa molekulların içindən çıxsa da, buna molekullar arası oksidləşmə, reduksiya reaksiyaları deyilir. Başqa biz nəyə deyə bilərik? Başqa birinə də misal baxaq. Bir dənə bir fərqlisinə də istəyirəm bu fərqliləri deyək. Birinci qaydalarımızı bildik, qaydalar heç də biləsiniz. Digər qaydanı deyək. Digər məsələ nədir? Yazıram ki, kalium xlor O3 üstəgəl H xlor. Alınır kalium xlor üstəgəl xlor 2 üstəgəl su. Bax belə bir şey. İndi deyirəm burada görəsən nədən nəyə yox bunu bayaqlar izah elədik. Bunu bayaq izah elədik. Bu görün fərqli nəyimiz qaldı uşaqlar? Fərqli mənə elə gəldi. Hə, fərqli qoy bunu da yazaq. CH3 COO natrium. Üstəgəl natrium OH. Alınır metan və natrium 2 karbon O3. Deyirəm ki, natrium bir valentli metaldır. Təbii ki, hər yerdə müsbət 1-dir, dəyişmir. Hidrogen müsbət 1-dir, müsbət 1-dir, müsbət 1-dir. Hidrogeni yazdıq. Oksigenlərin mənfi 2 olduğunu da göz yumulu bilməliyik. Gəlin indi karbonları tapaq. Bu karbonu ayrı tapın, bu karbonu ayrı. Bax, bu müsbət 3-dürmü? Bu mənfi 3 yazaq bura. Gəlin indi bu karbonu tapaq. Bəs bu karbonda neçədir? Oksigen mənfi 2 üstə gəl mənfi 2. Yəni 2 dənə mənfi 2 eləyir. Mənfi 4 üstə gəl 1. Mənfi 3 əksinə müsbət 3-dür. Hidrogen müsbət 4-dürmü? Burada da eləsin mənfi 4. İndi görək burada bəs biz onda balansı necə quracağıq? Balansı fikir verin. Dəyişən nədir? Karbon. Təbii ki, buradan bura gəlməz axı. Buradan durub bura gələcək. Elə deyil karbon. Bir də nə dəyişib? Yenə də karbon buradan bura gələcək. Belə çıxırmı ki, onda bu fərqli hal deyil. Deyirəm karbon müxtəlifindən eynisinə müsbət 3-dən mənfi 4-ə. Yəni müxtəlifindən eynisinə gəldi. Müxtəlifindən eynisinə gəlmək nə deməkdir? Bu da əks öz-özünə oksidləşmə reduksiya reaksiyasının bir də nəyəsə diqqət eləmədi olar. Hə, uşaqlar, deməli mən onu demək istəyirəm ki, bəzən uşaqlar bu əks öz-özünənin izahını verir ki, əks öz-özünə deyil bu. Əks öz-özünə niyə deyil? Əks öz-özünə də nə idi? Burada nə dəyişib? Karbon -3-dən karbon -4-ə, karbon müsbət 3-dən karbon -4-ə. Uşaq baxır ki, oksidləşdirici də, reduks edici də diqqətlə qulaq asın. Eyni element atomudur. Deyir ya öz-özünə olmalı, ya əks özünə. Və düşünür ki, müxtəlifdən eynisinə gəlsə, demək ki, bu əks öz-özünədir. Amma bu istisna hal niyədir? Əks öz-özünə də, əks öz-özünə də başqa-başqa birləşmələrin içindən çıxmalı idi bu karbon. Amma mənə bir dənə fikir verin. Bu karbon da bu ümumi birləşmənin içindən dəyişib gəlir. Bu karbon da bunun içindən dəyişib gəlir. Yəni oksidləşdirici və reduks edici eyni bir birləşmənin daxilindən çıxıb gəlib, daxilindən. Ona görə bu reaksiya molekul daxili oksidləşmə reduksiya reaksiyasıdır. Belə bir fərqli suallar bu ilin qəbuluna qədər düşməyib. Təbii ki, ora bizdən tələb olunarsa ki, suallar verin. 4-cü qruplara biz müəllimlərdən nə desəz çıxar. Yəni fərqli belə tip suallar verəcəyik. Amma ona görə də deyirəm, əvvəlcədən deyək ki, biləsiz ki, nə cür reaksiyalar var. Daim gördüyünüz reaksiyalar heç, amma gözünüz fərqli rənglərdə görməyə bacarsın. İndi qoy bir də MİQ-in sualını da tapım, telefonda olmalıdır. MİQ-in sualını tapım, onda işləyək. Çox möhtəşəm bir məsələdir o da. MİQ idi, yoxsa üzr istəyirəm, sertifikasiya idi, yadımda qalmayıb. Uşaqlar, bax belə bir sual var. Deyir ki, bunu hər müəllim bir cür izah eləmişdi. İstəyirsiniz girin YouTube-da, digər fərqli kanallarda, nə bilim Instagram-da bəlkə kimsə qoyub, nə bilim TikTok-da bəlkə cavabını qoyublar.
hər müəllim bir şəkildə izah edib. Amma mən bir müəllim kimi, mən müəllim olaraqdan o müəllimlərin izahlarını heç birini başa düşməmişəm. Yəni o demək deyil ki, mən müəllim olaraq digər müəllimlərdən çox yüksəyəm. Bəlkə digər müəllimlərin IQ-su məndən daha yüksəkdir ki, onların izahını mən başa düşə bilmirəm. Orasını da bilmirəm. Amma yeganə bildiyim odur ki, istənilən şagird digər izahlara da baxsın, bu izaha da baxsın. Bu izah çatacaq onlara, bu izah. İndi bunu izah eləyirəm. Biraz fərqli məsələdir. Deyir ki, məsələn deyim bunu pozum. Deməli məsələdə nədir? Deyir ki, x qram natrium və y qram mis qarışığının, bu iki qarışığının qatı nitratla reaksiyasına. Gəl bir dənə yazaq, sonra məsələn şeyini buradan yazarıq nə istəyir. Deyirəm birinci gəl bir dənə reaksiyanı yazaq. Təbii ki, indi biz bunu sonralar keçəcəyik. 2-ci ilin uşaqları bilirlər artıq ki, natrium qatı nitrat turşusundan girəndə cavab nə alınır? Mis qatı nitrat turşusuna reaksiyaya girəndə nə alınır? Bunun zamanla keçəcəyik cavabı nə alınır? Bu cavab asandır. Alınır natrium NO3, üstə gəl aktivlər duru nitratla N2, qatı ilə N2O alınır. Və hökmən də nitratda su alınır. Burada mis NO3 2 dəfə, passivlər duru ilə NO, qatı ilə NO2 alınır və su. Yəni təzə keçilən uşaqlara ilk dəfə baxırsa deyir bu reaksiyanın cavabını biz hardan bilməliyik? Bunu sonra keçəndə biləsiniz. Yəni cavabını bilmək ən asandır da 2 vur 2 yox 1 vur 1 kimi bir şeydir bunun. Əsas məsələnin həllidir. Məsələnin də həllinə keçməmiş uşaqlar ki, bir dəqiqə birincisi əmsallaşdıraq və yaxud əmsallaşdırmayaq. Görək mənə nə deyir. Bir saniyə telefondadır. Hə. Deyir ki, x qram natrium və y qram mis qarışığının qatı nitratla reaksiyasına mən də yazdım. Reaksiyasından oksidləşdiricinin 25% reduksiya olunur. Bax mənə nə deyir? Bir oksidləşdiricinin 25% reduksiya olunur dediyi cümləni yazıram ha hələ. Onda x böl y nisbətini tapın, cavab sual. Yəni mənə deyir ki, x böl y-in cavabı neyinir? Bunu tap. İndi bir özünüz məsələnin həllinə baxmadan bir dayandırın bunu. Bir diqqətlə düşünün görün sizin eləyə biləcəyiniz nə var burada. Uşaqlar mən baxım. Birincisi əmsallaşdırmalıyıq. Bu dədə-baba qaydasıdır. Bunu bilməmək mümkün deyil. Kənardan yazıram ki, natrium sıfırdan, natrium bir valentlidir axı. Müsbət 1-ə 0 çıx 1 eləyir -1 yazırıq ortada. Burada yazıram 1. Sonra azot dəyişir. Müsbət 5-dən azot gəlir. Buradan müsbət 1-ə. 5 çıx 1 eləyir müsbət 4. 2-dən azotdur axı. 2-dən azot olduğuna görə ortaya yazacağım ki, müsbət 8. Bu da elədir, burada 8. İxtisar zad getmir. 8-i natriumun qabağına verəcəm. Bir də düşürək bura. Biri də azota, dəyişən azota. 8 bu azot müsbət 5-dir. Müsbət 5-dir, dəyişkən budur da. Bir də verək bura. İndi azota baxın. 8, bu da 2, 10 azot var. Burada da 10 azot var. 10 hidrogen var, burada da 10 hidrogen var. 30 oksigen var. 24, bu da 1, 25, bu da 5, 30. Bunu bildim. Gəl buna baxaq. Mis sıfırdan, buradan yazmır ki, buradan yazılacaq. Mis sıfırdan, mis 2 valentlidir, müsbət 2. 0 çıx 2 eləyir, -2. Buraya yazıram 2. Azot müsbət 5-dən, azot burada müsbət 4-ə gəlib. Bu da eləyir 1. 1-i bura yazacağım, 2-ni bura. 1 verək misin qabağına. 1, burada da 1. 2-ni verək dəyişkən azota. Müsbət 5, müsbət 5, 2-ni də verək bura. 2 üstə gəlir ki, 4 azot, burada da 4 azot. 4 hidrogen, burada da 4 hidrogen. Oksigen 12, bu da 6, üstə gəl 4, 10, 12. İndi mənə sualda nə dedi? Deyirdi, oksidləşdiricinin 25% reduksiya olunub. Yəni, oksidləşdiricinin reduksiya olunan hissəsi 25%dir. Deyirəm, reduksiya olunan nə deməkdir? Bax, oksidləşdirici azotdur. Hardan bilirəm? Müsbət 5-dən müsbət 1-ə gəlib. Çoxdan aza. Oksidləşdiricidir, bax, oksidləşdirici 10-dur, elə deyil. Bu da gəldiyi reduksiya olunan tərəfdir. Burada da oksidləşdirici azotdur. Oksidləşdirici çoxdan aza. Bu müsbət 4-ə gəl. Bax, müsbət 5-dən müsbət 4-ə. Çoxdan aza oksidləşdiricinin gəldiyi reduksiya olunan da budur. Oksidləşdiricinin 25% reduksiya olunub. Yəni, neynəməliyəm? Bax, riyaziyyatdır da bu. Reduksiya olunanı oksidləşdiricilərə bölüb 100-ə vurub deməliyəm ki, 25-dir. Necə? Reduksiya olunan nə qədər? Bax, deyirəm ki, bilmirəm axı. Burada 1, buradakı 1 A-nı işarə eləyək. Burada da B ilə yazaq. Bura A yazsaq, avtomatik hamısına A düşür, burada B düşür. Deyirəm, oksidləşdirici nə qədər, reduksiya olunan nə qədərdir? 2A azot buradadır. Reduksiya olunan azot 2B də buradadır.
Reduksiya olunanlar oksidləşdiricinin 25%-dir. Bax, deyir, oksidləşdiricinin 25% reduksiya olunub. Ya reduksiya olunanlar 25% isə bölürəm ümumi oksidləşdiriciyə. Axı, oksidləşdiricinin 25%-ni təşkil eləyib. Oksidləşdirici də nə qədərdir? 10A üstəgəl 4B. Elə deyil? Reduksiya edici oksidləşdiricinin 25%. Reduksiya edicini bölürlər oksidləşdiriciyə. Vurublar 100-ə bərabər 25. Və yaxud bərabər 0,25. Da bu riyazi hissədə niyə belə yazdım biləsiniz. İndi nə edirəm? Bu məxrəci 1-dir də. Kənar hədlər hasili orta hədlər hasilinə bərabərdir. 2A üstəgəl 2B bərabərdir. Bunda bura vuranda neçə eləyir? 2,5A. Siz də baxın, birdən səhv yazaram. 4B-ni də 0,25-ə vuranda bir dənə B eləyir. İndi B-ləri bir tərəfə keçirsək, burada eləyir B, əgər səhv tapmadımsa. A-ları da bir tərəfə keçirəndə deyəsən 0,5A eləyir. Bunu tapdım. Sual məndən nə istəyirdi? X bölü Y. X məndə nədir? X qram natrium. Demək, mən nə tapdım? B-miz 0,5A-dır. Hanı B-miz? Məsələn, mən buna A yazmışdımsa, burada avtomatik A düşəcək. Burada B yazmışdımsa, burada avtomatik. Yəni, burada 1B olur da. Xəttim çox gözəldir, uşaqlar, üzrü sayın. Bir də bunu silim ki, bəzən özümü başa düşə bilmirəm ki, siz yazdıqlar mənə necə başa düşəsiniz. Bir saniyə bunu silim, bir saniyə. Deməli, mənə deyir ki, nədir sualda? Mən özüm sualı qarışdırdım. X bölü Y. X nə idi bizdə? X qram natrium. Deməli, B bərabər 0,5A. Bu B-mizin yerinə, burada 1B idi axımız. B-mizin yerinə 0,5A yazım. Yəni, 0,5A qədər mis var məndə. Məndə bu qədər mis var. Bunun da yerinə, A-nın yerinə elə burada nə yaza bilərəm ki? Bax, bunu A-la əvəzlədim. Bu da elə A-dır da. A-nın yerinə heç nə yazmayacağam ki. Bu 8A qədərdir. Amma bu isə 1B qədərdir. 1B nə qədər? 0,5A. Deməli, burada elə 8A qədər də mənim natriumum var. Burasını bildim, bu riyazi hissələrdən. X bölü Y. X nədir? Natriumun qramını deyir, böl Y-in qramına cavabını tap. Natriumun qramı nə qədər eləyəcək? 8A vur 23. 8A vuraq 23 qram natriumdur. Deyir, böl Y-a. Y məndən nə istəyir? Misin qramı. Misin qramı nə qədərdir? 0,5A vur 64. 0,5A vur 64. Təbii ki, bu A-lar gedir. Bu 1. Bu neçə eləyir ay uşaqlar? 16 eləyir. 16-nı 5-ə vuranda 8. Yəqin 16 eləyir də. Bu 1, bu da 4. Nə qaldı? 23-ü də 4-ə böləndə 5 tam, dalı nəsə onu hesablayın. 5 tam 73-dür, nəsə, dəqiq yoxsa 60 neçədir. Alınır cavab bu. İndi bir də siz YouTube-da digər izahlara baxın, sonra bir də buna baxın. Bu ən sadə ilk anlayışlarla olan yoludur. Yəni, mən bildiyim qədər oksidləşmə reduksiya reaksiyasının ən asandından başladım, ən çətinə qədər. Yəni, elə bir şey yoxdur ki, biz ona o dərsi izah eləyək və ona uyğun nəsə deməyək ki, gedib sizin testdə qabağınıza çıxsın və biz onu bilməyək. Elə bir şey ola bilməz. Bir də bu ilin MİQ-ində bir dənə sual var idi, maraqlı sual idi. İndi onu yəqin ki, ayrıcana atacam, çünki indi yadıma düşmür də. Axtarım görüm, mən onu kitabçam yoxdur, yəqin telefondan axtarıb tapacam. Onu ayrıca olaraq yazacam burada. O da bu ilin 2026-nın model testlərindən birindədir. Onun yolunu da izah eləyəcəm. Vsyo. Yəni, bununla bir dənə az yazsaz da gözümə görünməyin. Hələlik, sağ olun uşaqlar. Bugünlük bu qədər. Axşam da axotum olsa, istilik effektini atacağıq hər halda. Sağ olun uşaqlar.